Sual verirlər ki, eşitmişəm ki, hər kəs ilk olaraq cəhənnəmə girəcək. Bəziləri biraz tez və ya gec girə bilər. Buna görə də cənnətə girmələri ləngiyə bilər. Cavab belədir ki, yəqin ki, sual verən Məryəm surəsinin 71-ci ayəsini nəzərdə tutur. Uca Allah Məryəm surəsinin 71-ci ayəsində belə buyurur: İçinizdən hər kəs ora, yəni cəhənnəmə varid olacaq. Bu Rəbbinin əzəldən müəyyən etdiyi qəti bir qərardır. Bu ayədə möminlərin Sirat körpüsündən keçmələri nəzərdə tutulur. Kafirlərə gəlincə, kafirlər bildiyimiz kimi onlar qiyamət günü birbaşa cəhənnəmə girəcəklər. Lakin cəhənnəmin üzərindən Sirat körpüsü qurulacaq və bu körpünün üstündən möminlər keçəcəklər. Və möminlərdən də günahkar olanlar, yəni böyük günah sahibləri bu körpüdən keçə bilməyib cəhənnəmə düşəcəklər və etdikləri günahlara görə Allah istəsə müəyyən bir müddət orada qalacaqlar. Sonra isə son dönüşləri yenə də cənnət olacaq. Lakin böyük günahları olmayanlar isə və yaxud şəfaət olunan insanlar isə onlar bu körpüdən keçərək birbaşa cənnətə girəcəklər. Və Uca Allahın Quranda, yəni Məryəm surəsində hər kəs ora varid olacaq sözünün mənası da budur. Yəni burada nəzərdə tutulur ki, körpünün üstündən keçəcəklər. Lakin cəhənnəmi görəcəklər. Və başqa bir qrup alimlər isə onlar bu ayəni belə təfsir etmişlər ki, yəni Allah Taala bütün insanlara cəhənnəmi göstərəcək və ora salacaq. Lakin möminlər üçün isə cəhənnəm sərin olacaq və salamat olacaq. Necə ki, İbrahim peyğəmbər üçün od sərin və salamat olduğu kimi. Lakin birinci təfsir, yəni Sırat körpüsü təfsir etmək bu daha doğrudur və burada bu nəzərdə tutulur.